Salam aleyküm, Mazda CX-5 2012-ci il salon plafonunun, qabaq plafon sökülməsi qaydasını göstərən. Burada sadə bir şeydir. 2 dənə burada şurupdur, bir burada, bir burada. Onu açandan sonra keçiririk. Bunu buradan çıxardıq, qabaq edirik. Buradan çıxır. Açdıq. Buradakı stekirləri bir aralayırıq. Bir əndən biraz çətindir. Mən bunları çıxardıb təzədən qoşulacaq. Deməli, bu tərəfdən bunu belə birləşdirmişəm, adi bir yarım şunurla. Buradan bağlamışam. Biraz kolxoz variantda, amma mənə elə gəlir ki, işləyəcək. Saxla. Son olaraq nəticəmiz budur. Deməli, elə qoşmuşam ki, yuxarı plafondan qoşmuşam. Ora açılanda, yəni qapı açılanda o da yanır. Bağlayanda plafon sönəndə o da sönür. Arxa işıqlar da belə. Bu formada.